128'e baxaq. Burada təzə bir şey var. Bunlarda var. Bunlarda nədir? Bunlarda biz başlayırıq parçalanmağa. Nə ilə parçalayıram? Bax, belə eləyirəm. Topluda var, ona uyğun yazıblar elə. Bunu belə parçalayıram. Bu olur loqaritma 5'də 25 plus loqaritma 5'də 10. Deyirsiniz ki, niyə 10'dan ayırdınız? Görürəm, hər biri 10'a bölünür. Bu 2'dir, buna da x deyəcəm. Yəni biz nə aldıq? Biz aldıq ki, loqaritma 5'də 250, 2 plus x. 5'də 50'ni necə yazaram? 5 vurum. 5'də 5 1 olduğuna görə bu da olacaq 1 plus x. 5'də 10 onsuz da x'dir. İndi buna baxaq. 5'də 1250. 1250'də 125 vur 10'dur. 125 3'də axı 5'də 125. Bu da 3 plus x. Onda ifadə nəyə gəlir? Çıxır, baxın. Birinci x plus 2'dir. İkinci x plus 1'dir. Ona x demişəm. Bu da x plus 3'dür. Vurun, açın, sadələşdirin. Cavab qalır 2. X'lər də gedir, kvadratlar da gedir.